Tutalım ki bir insan öz sevdiyinə bir hədiyyə alıbdı. Onun düşüncəsinə görə bu gözəl bir hədiyyə idi. Tutalım gül alıb gətiribdi misal üçün. Gülü alıb gətirib və öz sevgilisinə oğlan verir. Və xanım da düşünür ki, bu gülün yerinə mənə misal üçün bir şokolad alsaydı daha yaxşı olardı və yaxud da gülün yerinə mənə bir əşya alsaydı daha yaxşı olardı. İndi onun düşüncəsinə görə gözəl hədiyyə budur da. Amma o minnətdarlıq bacarığını inkişaf elətdirməyibdi. O anlaya bilmir ki, qarşısındakı insan onu sevdiyinə görə önəmsəyib və ona gül alıb ki, onu xoşbəxt eləsin. O öz düşüncəsinə görə onu xoşbəxt eləmək üçün bu gülü alıbdı. Və sən bu gülü alıb ona neynirdin, mənə gül alıb, onun yerinə falan şey alardın, onun yerinə başqa şey alardın, buna neynirdin pul verib deyirsənsə və təşəkkür etmirsənsə də, bu zaman nə baş verir? Bu zaman qarşı tərəfdə ruhdan düşür. Sən özündə üzülmüş olursan ki, niyə bu mənim istədiyimi almadı? Minnətdar ola bilmirsən. Və qarşı tərəf də onun sənin üçün etdiyi əməyin sənin tərəfdən dəyərləndirilmədiyi duyğusunda olur. Ki, bax, mən onu əslində sevirəm, o mənim ona olan sevgimi görmədi. Və yaxud da o düşünür ki, bəs naşükürdür. Mən ona sevgi göstərdim, o bunu önəmsəmədi. Baxın, burada o qədər tərəfdən bunu analiz eləmək olar. Amma əgər sən istəmirsənsə o sənə gül alsın, başqa bir hədiyyə alsın, bunu əvvəlcədən deyə bilərsən ki, bilirəm sən məni filan gündə təbrik edəcəksən, mənim bu hədiyyədən xoşum gəlir, onu alsan o qədər xoşbəxt olaram ki, belə olanda daha yaxşı olur. Amma sən artıq alıb gətirdiyi hədiyyəyə görə minnətdar olmaq əvəzinə, təşəkkür etmək əvəzinə, gileylənirsənsə, narazı qalırsansa da, başqa-başqa sözlər deyirsənsə də, bu həm sizin münasibətinizi pozur və burada məsafə aranızda yaranmağa başlayır və orada yazılıbdır ki, gələn dəfə heç nə almır. Bəli, artıq insan dediyim kimi bayaq dedim, ruhdan düşür və heç nə etmək istəmir. Ki, onsuz da dəyərləndirməyəcək, onsuz da önəmsəməyəcək. Və xüsusilə ailələrdə sizə deyim, tutalım ki, xanımlar həyat yoldaşı olaraq evin işlərini, hər şeyi görür. Bəli, bu onun məsuliyyətidir, vəzifəsidir. Yeməyini bişirir, uşaqlarına baxır, nə bilim, həyat yoldaşının paltarlarını yuyur, səhmana salır və s. Bəli, onun məsuliyyətidir və edir. Amma həyat yoldaşı bunların heç birinə görə ona təşəkkür eləmir. Elə-belə də olmalıdır ki, hədəyi vəzifəsini görür, işini görür, deyir və sözlə də olsa belə, yəni əslində sözlə demək ən sadə bir şeydir. Amma misal üçün etdiyi işlərə görə ən azı kiçik nələrsə alıb onu sevindirmək də olar. Bax, sən mənim övladlarıma çox gözəl valideynlik edirsən. Sənə görə mənim övladlarımın üzü həmişə gülür. Bugün istədim, ürəyimdən keçdi. Misal üçün bu konfeti sənə aldım. Qoy ağzın şirin olsun. Bizim həyatımızı həmişə şirin etdiyiniz üçün. Misal üçün deyirəm də, bu bir minnətdarlığın əməli olaraq ifadəsidir. Və yaxud da, sağ ol əzizim, bugün bişirdiyin yemək çox xoşuma gəldi. Nə gözəl dadırdı. Heç restoranda belə yemək yeməmişəm, misal üçün. Nə qədər insana xoş duyğular verir. Həmçinin də bəylərin də elədiklərini məsuliyyət kimi görüb, xanımlar bəzən dəyərləndirməyə bilir. Misal üçün, bazarlıq alıb gətirir. Bəli, bu onun məsuliyyətidir, vəzifəsidir. Və sən aldı, gətirdin, hər şeyi yerinə qoydun, yerləşdirdin və salam, heç nə də demədin. Amma gözəl olmazdımı ki, deyəsən, misal üçün, aldığın yerköklər nə gözəldir, aldığın meyvələr nə qəşəkdir, bazardan ən qəşəngini mi seçib almısan mənim üçün? Əgər doğrudan da o qəşəkləri siz görürsünüzsə. Amma bəyənmədikləriniz də olanda, indi ola bilər də bəzən olur ki, bəylərin aldığı nə isə xanımlar bəyənmir. Onda da gileylənmək yerinə deyə bilərsən ki, hə, bax bunu alıbsan, mən bunu
bu məqsədlə istifadə edəcəm. Məsəl üçün o aldığı sizin istədiyiniz o nədirsə də o məqsədlə istifadə eləməyə yaramır da. Əslində istədiyiniz başqa şeydir. Gələn səfər məsəl üçün filan ölçüdə, filan markadan filan şeyi alarsan, ondan da filan şey hazırlayaram. Onu sənin üçün hazırlayaram, yaxud da övladlarım üçün hazırlayaram, özüm üçün edərəm. O qədər gözəl olacaq ki, sağ ol, bunu aldım, bunu filan şey üçün istifadə edəcəm. Ya demə, neyinisən? Bax, niyə mənim dediyimi almadın? Bax, mən bunu bu şey üçün istifadə eləyə bilməyəcəm. Mənə bu lazım idi. Niyə bu dediyimi almadın? Yarıtmadın sən məni və s. belə deyəndə onda da o da deyir, ged elə özünü al. Sən də gedirsən, yüklənirsən daha çox şeyləri almağa. Bəzən xanımlar mənə şikayət eləyirlər ki, mən hər şeyi özüm eləyirəm, bazara da özüm gedirəm, falan şeyi də özüm alıram. Deyirəm, niyə? Qoy alsın da. Deyir, məni yarıtmır, dediyim şeyi eləmir. Deyirəm, yarıtmır, ged özündə bir yerdə, sən onları seç, qoy o da alsın. Və yaxud da şəklini çək yolla ki, bunu al. Və s. Yəni, əslində həll yolu hər zaman var. Biz sadəcə olaraq bir şey olan kimi deyirik ki, hə, bitdi və özümüzü ağırlığa salırıq bəzən. Bəzi xanımlar var ki, kişi enerjisi güclü ola bilir. Bəzi xanımlar var ki, o qədər uşaqlıqdan öyrənibdir ki, hər şeyi özü eləsin və s. Və ailə qurandan sonra da çətinliklər yarana bilir. Yəni, bu da elə minnətdarlıq bacarığının da olmamağıdır ki, sən kiçikləri görə bilmirsən, olmayanlara fokuslanırsan, razı qalmadıqlarını daha tez görürsən və belə olanda da özünü əziyyətə salmış olursan, qarşı tərəfdən də münasibətin pisləşir, o artıq sənin üçün heç nə etmək istəmir. Yəni, necə deyim sizə, biraz pis misal olacaqdır. İnsanlar heyvanları əhilləşdirirlər, istədiyi kimi onlardan istədiyi rolda istifadə eləyirlər. Düzdürmü? Və biz qarşımızdakı insanla münasibətimizdə də ondan nə istəyirik? Öz ifadəmizlə onu ona çatdıra bilərik. Bir dəfə alınmayacaq, bir dəfə istədiyimiz olmayacaq, 2 dəfə başqa şey olacaq, 3 dəfə. Və zamanla insanlar bir-birini yaxşı tanıdıqdan sonra artıq öz istədikləri şeyi qarşı tərəfdən ala biləcəklər. Amma burada müəyyən qədər səbr də lazımdır. Biz istəyirik ki, elə qarşımızdakı ilə biz necə deyiriksə də onu bizim düşüncəmizi anlasın, bizim üçün etsin. Amma axı bu bizim düşüncəmizdir, bu bizim istəyimizdir. O bilmir axı bizim beynimizdə tam olaraq nə dönür. Bəlkə biz düzgün ifadə eləməmişik öz istəyimizi. Bəlkə də biz ona çatdırmamışıq bizə nə lazımdır. Yəni biz öz tərəfimizə də baxaq da. Ona görə də insanlar çox yaxşı olar ki, öz istəklərini əvvəl özləri bilsinlər nə istədiklərini və sonra da o istəklərini ifadə etməyə bacarsınlar. Belə olanda da o gözləntilər nədirsə də ona uyğun da qarşı tərəfdən cavab görəcəklər, istədiklərini ala biləcəklər. Onda da hər şey daha yaxşı olacaqdır. İndi mən sizə demişdim ki, prinsiplər deyəcəm. Gəlin bu prinsiplərə keçək. Hansı prinsiplər bizim minnətdarlıq bacarığımızın inkişafı üçün bizə lazımdır? Gəlin başlayaq. Birincisi, insanları, ətraf aləmi, öz həyatını müşahidə et və minnətdarlıq üçün səbəblər tap. Bayaqdan elə bunlar haqqında danışıram əslində, amma indi ümumiləşdirirəm. Nə deməkdir bu? İnsanları, ətraf aləmi və öz həyatını müşahidə et, minnətdarlıq üçün səbəblər tap. Biz nə edirik? Biz heç bir şeyə diqqətlə baxmırıq, ancaq çatışmayanlarımızı görürük. O zaman da elə ancaq şikayət, bu məndə çatışmır, bu olsaydı yaxşı olardı və s. deyirik. Amma biz düzgün müşahidə edəndə həm özümüzü, həm insanları, həm həyatımızda olanları və minnətdarlıq səbəbini axtarmaq üçün müşahidə edəndə o qədər səbəblər tapacaq və bunları görün və bunlara görə də şükür etməyi bacarın, minnətdar olmağı bacarın. Düşünürəm ki, bu prinsip sizin üçün aydın oldu. Keçək 2-yə. Mənfini minnətdarlıq səbəbinə çevirə bil. Təcrübə və öyrənilən dərslər üçün şükür et. Burada mənfi deyəndə çox şey ola bilər. Bunun haqqında da danışıram. Baxın, ola bilər ki, həyatımızda hansısa uğursuzluqlar oldu. Ola bilər ki, istədiyimiz şeyi istədiyimiz kimi eləyə bilmədik. Ola bilər ki, nəsə baş verdi,
bu bizim ziyanımıza oldu. Bunlardan nə öyrənə bildik deyə özümüzə sual verək. Və bu öyrənə bildiyimiz dərslər üçün minnətdar olaq. Həmin o insanlara da təşəkkür edək ki, kimlər ki bizə pislik edir, kimlər ki bizim üçün mənfi təcrübə olur. Onlardan biz çox şey öyrənmişik əslində. Buna görə onlara təşəkkür edək. Ki bax, bu şey burada mənimlə pis oldu, amma mən buradan böyüdüm. Mən bu duyğularımın fərqində oldum. Mən özümlə bağlı nələrsə ortaya çıxartdım. Mən gücləndim. Mən irəli getdim. Mən yıxıldım, qalxdım. Tək insanlarla bağlı yox. Nəsə uğursuz oldu. Mən burada nəyin mənə mane olduğunu gördüm. Və daha yaxşılarını etmək üçün çalışdım. Daha gözəl bacarıqlar əldə etdim. Və buna görə də minnətdar ol. Həm özünə minnətdar ol, həm yaşadıqlarına minnətdar ol, həm sənə mənfi təcrübələr yaşadan insanlara minnətdar ol və bu da sənin həyatını daha da yaxşılaşdıracaq. Yəni, mənfini minnətdarlıq səbəbinə çevirməyi bacar. Təcrübə və öyrənilən dərslər üçün şükr et. Keçək ikinciyə. Yalnız həqiqətən istəyəndə, səmimi və ürəkdən minnətdarlıq bildir. Yalnız həqiqətən istəyəndə, səmimi və ürəkdən minnətdarlıq bildir. Bəzən olur ki, kimsə bizim üçün nə isə edir və biz onu görürük. Buna görə minnətdar oluruq. Bəzən olur ki, kimsə bizi aşağılamaq üçün nəsə edir, kimsə bizi incitmək üçün nəsə edir və belə olanda biz fərqindəyik ki, o əslində mənə yaxşılıq etmək istəmirdi. Elə olanda sən ona təşəkkür eləmək istəməyəcəksən axı. O zaman gedib yalandan demə təşəkkür edirəm. Bu səmimi minnətdarlıq deyil. Bu əsl minnətdarlıq deyil. Çünki onun da niyyəti yaxşı olmur. Və sən də bunu görürsən və buna görə sən ona təşəkkür eləyəndə sənin də niyyətin burada yaxşı deyil. Yəni, yalnız həqiqətən səmimi və ürəkdən minnətdarlıq etməyi bacar. Keçirik növbətiyə. Minnətdarlıq edərkən uyğunsuz, gülməli və ya israrlı görünməkdən çəkinmə və qorxma. Yəni, bəzən biz deyirik ki, tutalım kimsə nəsə elədi, gedib mən ona sağ ol desəm birdən başqa cür anlaşılar. Birdən mən ona təşəkkürümü bildirsəm, elə bilər ona yaltaqlanıram. Bəzən bu düşüncədə də olur insanlar və minnətdarlıq etməkdən çəkinirlər. Yəni, düşünmə ki, sən ona minnətdarlıq eləyəndə bu uyğunsuz olacaqdır. Əgər bu sənin səmimi minnətdarlığındırsa da, onu hansısa formada deyirsənsə də və minnətdarlıq etmək yalnız təşəkkür edirəm demək deyil. Minnətdarlıq etmək, sənin mənim üçün etdiyin bu yaxşılığı gördüm. Bu, mənim üçün dünyalar deməkdir. Bunun özü belə minnətdarlıq kəlməsidir, misal üçün. İstənilən formada cümlələr qurub minnətdarlığınızı ifadə edə bilərsiniz. Baxır, harda və necə. Və bundan çəkinməyin, bunun uyğunsuz olduğunu, gülməli olduğunu düşünməyin. Əgər içinizdən gələn o cümlədirsə də, içinizdən gələn o minnətdarlıq formasıdırsa da onu edin. Fərqi yoxdur, cümlə kimi də ola bilər və yaxud da əməl kimi də ola bilər. Kimsə sizin üçün nə isə edibdir, misal üçün. Və sizin əlinizdə nəsə var ki, siz istəyirsiniz ki, onun sizə etdiklərinə görə ona bir hədiyyə verəsiniz, misal üçün. Və siz aparsınız ona o hədiyyəni verirsiniz, deyirsən ki, sağ ol, mənim üçün bunu elədiyinə görə mən sənə təşəkkür edirəm. Misal üçün, belə bir misal deyim də, kimsə, məsəl üçün, sənə bir xidmət göstəribdir. Tutalım ki, kimsə bir bərbərdir, tutalım bir bərbərdir, sənin yaxınındır. Və o, gedirsən sən o sənin saçını kəsir, sənin yaxının olduğuna görə sənə deyir ki, sənin pulun mənə lazım deyil də, mən bunu sənə hədiyyə elədim. Və sən ona deyirsən ki, təşəkkür eləyirəm. Və sən də bir başqa peşənin sahibisən, misal üçün hansı peşənin sahibisən deyim. Tutalım ki, sən də mağazada nəsə satırsan deyim, hansısa bir şey deyim də. Misal üçün, sən də fincanlar satırsan. Tutalım, özünün satdığın bir fincanların var. Və sən sabahsı gün gedəndə
satdığın fincanlardan birini, ola bilər ki, onun qiyməti nə bilim 3 manatdır, 5 manatdır, fərqi yoxdur. Satdığın fincanlardan birini götürürsən, aparırsan ona, onun yanına gedirsən də yaxınında. Deyirsən ki, bu fincana baxdım, xoşuma gəldi, sən yadıma düşdün. İstədim bunu sənə hədiyyə edim. Və bu fincanı ona hədiyyə edirsən. O bundan xoşbəxt olacaq. Yəni düşünmə ki, mənim ona verdiyim fincan gülməlidir. O deyəcək buna bax gətirib mənə fincan hədiyyə edir. Əksinə o deyəcək ki, o da mənə dəyər verir, o da mənim üçün nəsə etdi. Bax bu sənin minnətdarlıq formandır, düzdürmü? Amma bundan çəkinmə. Əlində olanla minnətdarlıq etməkdən də çəkinmə. İndi hər kəsin özünün bir maddiyyatı var, hər kəsin özünün bir bacarığı var. Bacarığınla sən ona minnətdarlıq ola bilərsən, onun üçün nəsə edib, əlində olan nə isə ona hədiyyə edib, onun sənə etdiyi yaxşılığa görə minnətdar ola bilərsən. Və yaxud da tutalım ki, bir müəllimdir, bir uşağı hazırlayır və müəllim pulla hazırladığı uşaqlar var. Ödənişsiz hazırladığı da bir uşaq var misal üçün. Və baxır ki, onun imkanı zəifdir, o uşaqdan pul almır. Onu ödənişsiz hazırlayır. Və bayramda, tutalım ki, hansısa bayramda sən gəlirsən ona, misal üçün sənin bir əkin sahən var və sənin o əkin sahəndə tutalım sən tərəvəzlər əkirsən. Tutalım ki, pomidorun var, kartofun var, badımcanın var. Misal üçün də tərəvəzin var, əkibsən orada. Və hansısa bayramların birində, tutalım ki, qarşıda Novruz bayramı gəlir. Sənin orada olan o özündə olan məhsullarından bir səbət hazırlayırsan və gətirirsən, deyirsən ki, bu mənim bağımın məhsuludur, istədim bunu sənə verim. Axı maddi olaraq sənin imkanın yoxdur deyə o səndən pul almır da. Və sənin də əlində olanlardan sən ona bu şəkildə təşəkkür edirsən, minnətdarlığını bildirirsən. Və sən burada utanma ki, birdən mən ona bunları apararam. O deyər ki, buna bax gör mənə nə gətiribdir. Baxın, bu da minnətdarlıq formasıdır və bundan heç vaxt çəkinməyin, bunun uyğunsuz olduğunu, gülməli olduğunu düşünməyin. Bax, bu da bir minnətdarlıq bacarığı üçün prinsipdir. Gedirik növbətiyə. Düşünürəm ki, bunu da izah elədim. Minnətdarlıq edərkən vəziyyətə, məqama və səbəbə uyğun minnətdarlıq formalarından istifadə et. Baxın, bu nə deməkdir? Bəzən sadəcə təşəkkür edirəm demək belə bəs edir. Bəzən isə təşəkkür edirəm yerinə, misal üçün, Allah canını sağ eləsin, çox sağ ol, mənim üçün elədiyin şey ömür boyu unutmayacağım bir şey olacaq. Sən ona göstərirsən ki, sən onun sənə etdiyini həqiqətində çox önəmsədin. Amma bir də var ki, o nəsə eləyir, əslində bu sənin üçün çox böyük bir şeydir. Necə təşəkkür edirəm deyəsən, bu quru qalır orada. Yəni vəziyyətə görə, duruma görə doğrudan da sənin içində o minnətdarlıq nə ifadə eləyirsə də onu qarşı tərəfə göstərməyi bacarmaq. O şəkildə cümlə qurmaq və ya da o şəkildə sən ona davranışınla göstərmək. Bu da vəziyyətə görə, duruma görə, məqama görə, səbəbə görə uyğun minnətdarlıq formasını seçmək deməkdir. Yəni, uyğun minnətdarlıq formasını seçin və bu şəkildə də öz təşəkkürünüzü ifadə edin. Bu çox gözəl bir minnətdarlıq bacarığıdır. Bunu da özünüzdə inkişaf elətdirin. Çox misallar demək olar. İndi bir kiçik misalı mən sizə dedim. Sonra, hər şeyi adi qəbul etməmək. Bununla bağlı sual verilmişdi. Hər şeyi adi qəbul etməmək, həyatına və sahib olduqlarına yeni baxışla baxmaq. Bununla bağlı mən çox danışdım bayaqları. Yenə də deyim. Hər şeyi adi qəbul etməmək, həyatına və sahib olduqlarına yeni bir baxışla baxmaq. Bu, həm özümüz tərəfdən, həm də qarşı tərəfə görə dəyərləndirilə bilər. Hər şeyi adi qəbul etməmək özümüz tərəfdən belə ola bilər ki, misal üçün, bizim əlimizdə olan çox şeylər artıq bizə adiləşə bilər, amma çox insanların xəyalı ola bilər. Çox insanların çatmaq